Salam, mən Nuray Çıraqova. Biz Salam News reporterlarıyıq və mənim dostum Fərhad Abbaslı. Bugün biz Sinemaraton mentorlarına bir neçə suallar verəcəyik. Mənim ilk sualım budur ki, zəhmət olmasa Sinemaraton haqqında ətraflı danışa bilərsinizmi? Salam News. Sinemaraton haqqında. Sinemaraton özü-özlüyündə 2007-ci ildə Kaliforniyada formalaşmış bir proyektdir. Biz Eldarla Azərbaycanda bunu başlamışıq 2012-ci ildən. Artıq 13 ildir. Artıq 13 il bizim 200-dən çox filmimiz var. Bu festivaldan sonra inşallah 221 filmimiz olacaq. Non-beneficial proyekt özü-özlüyündə, yəni ən böyük plusu nədir? O barədə diskursiyada eləmişdik, o qonaqlarla da və s. Və neydən gəlsə, biz başa düşürük ki, bu filmlərdə iştirakçılar və s. bunlar hamısı nə bilim film mütəxəssisləri olmayacaq. Bunun vacibiyyəti niyə bu lazımdır ümumiyyətlə? Əsas sual belə idi də, düz başa düşdümsə. Əsas bunun hər bir insan üçün, bizim inandığımız budur ki, hər bir insan üçün əsas lazım olan şeylərdən biri özünü ifadədir. Deyə bilərsiniz ki, bu yazı ilə də, rəsm və s. də ola bilər. Bunun böyük plusu nədir ki, bu həm özü-özündə team building effekt kimi nədir, event kimi olur. Hamı bir yerdə komanda kimi işləyə bilir, hamı öz yerini tapır. Bu bir növ sosiumun kiçik modelidir və bunun üçün özünü ifadəni öyrənirsən. Deyirlər, nəsə əlavə eləmək istəyirsən? Sports əslində adı ilə başlamışdı. Sinemarafon adını biz deməli, Sinemasport beynəlxalq layihə olduğundan hər ölkədə, bir çox ölkələrdə bu layihə var və hər ölkənin öz adaptasiya adı var. Bizdə o Sinemasport Azərbaycanın adını adaptasiya olaraq Sinemarafon fikirləşdik. Yəni belə bir söz yoxdur, heç bir səhv yazır. Bu şeydə Word-də də yazanda hər yerdə qırmızı altında çıxır. Bir çox insanların, belə deyək, taleyi dəyişdi. Bu iştirakla yeni peşə özünə qazandılar, hansısa köhnə peşəsini dəyişdilər, getdilər kino ilə məşğul olmağa. Güman edirik ki, burada Sinemarafon Salam festivalda da bəlkə də kiminsə taleyini dəyişdi. Növbəti sual, Salam festivalı haqqında nə düşünürsünüz? Salam haqqında. Mən Leyla xanım, son 2 ildir Salam festivalına qoşuluram. Burada mentor kimi çalışıram. Sinemarafon da mənim üçün yenidir. Festivalda iştirak edə yenidir. Mənim çox xoşuma gələn odur ki, Qurban da dedi, Eldar da dedi. Yəni özünü ifadə və belə bir azadlıq var ki, onlarda istədikləri hekayəni demək olar ki, azad şəkildə çəkə bilirlər və həm kömək alırlar, həm də öz ideyalarına çox güvənirlər. Məncə uşaqlar üçün çox böyük şanslı, çünki mənim yadıma gəlmir ki, mən uşaq olduğum vaxtı belə bir imkan var idi ki, mən orada tanımadığım insanlarla görüşüm, bir qrupa içərisində bir ideyanı formalaşdıraq, bunu böyük ekranda izləyək. Nə bilim, çox yuxu kimi gələ bilərdi. Ona görə mənim üçün dreamy bir şeydir, məncə uşaqlar üçün də belədir. Bu barədə həm festivalın əhəmiyyəti böyükdür, həm də Sinemarafon mənə görə. Biz dedik Salamdan, biz neçənci dəfə Salam başlayandan biz Qurbanla iştirak eləyirik. Çox sağ olsunlar ki, dəvət etdilər, belə bir təşəbbüsə bizi qoşdular. Çünki uşaqlarla işləmək özü bir entuziazmdır. Onlarda olan enerji, onlarda olan, nə bilim, kreativlik bəlkə də böyük insanlarda artıq olmur. Yəni o sənətkar, belə deyək, uşaqlıq saxlamalıdır içində ki, içində olan uşağı saxlamalıdır ki, hər gün yeniliyə açıq olsun. Burada bu qədər enerjinin içində biz də o enerjini və kreativliyi alırıq. Mən şəxsən. Bizim üçün maraqlı olan ən böyük suallardan biri də bu Sinemaratonu reallaşdırmaq üçün sizi ən çox nə həvəsləndirdi? Belə bir şey biz eşitdik. Əslində mən Qırğızstanda olanda bu barədə bildim. Sonra Qurbana dedim ki, Sinemasport kimi layihə oldu və Qurban əlaqə saxladı bu yaradıcısı ilə və lisenziya falan. Həvəs ona görə oldu ki, Sinemarafon mahiyyəti nədir? Siz əlinizdə olan hər hansı bir vasitədən istifadə edərək siz heç nədən demək olar ki, kino yarada bilərsiniz düşüncəsi ilə buna yanaşdıq ki, baxaq necə olacaq və maraqlı da işlər alındı. Çox yəni bu Qurban dediyi kimi 200-dən
artıq işlər olacaq və ümumi fonda baxanda görsənir ki, mütləq deyil ki, sən peşəkar məktəbi bitirəsən. Sənin içində o olur və o istedad görsənir, o ekstremal şəraitdir. Çünki sinemarafon mahiyyəti odur ki, qısa müddət ərzində, bir gün ərzində, bir sutkaya, 10 saat ərzində sizdə olan potensialı çıxardır. Eldar demişkən, biz sinema sportu Salam festivalda buna uyğunlaşdırıb, 4 gün uyğunlaşdırıb bölürük ki, həm daha çox zövq alsın uşaqların, daha çox vaxtı olsun və s. Çünki filmlər arası vaxtlarda əsasən işləyirlər ona görə. Çox sağ olun. Uşaqların sizə indiyə kimi gətirdiyi ən maraqlı film ideyasını alıb. Kim cavab vermək istəyir? Leyla, sən başla. Sənin də komandaların var, demə. Oy, mən hələ 2 ildir burada. Siz niyə belə Olsun da. ən maraqlı ideyam. Keçən biz ekologiya mövzusunda siz ingrediyentlər təqdim elədik. Orada maraqlı hekayələr var idi. Birincisi, köhnə kinomarafonda onu artıq mən bu texniki detalların içinə də saldım. Uşaqlar daha yüngül şeyi axtarıb, hamısı sanitar qovşaqlara girib orada çəkiliş eləyirdilər və onu biz saldıq ki, qadağa qoyduq. İndi də bir məsələ var. İdeya müxtəlif ola bilər. Yəni, maraqlı kreativ şeylər, tapıntılar var, vizual olaraq. Kimsə keçən il, məsələn, çoxdur hər dəfə. yəni, kağız adam kimi orada korobkadan nəsə düzəltmişdilər və Nüans şey deyim, bir dənə məqam əlavə edeyim, Eldar bax onu düz deyir. Ayrıca ideya səsləndirməsəydi, onu deyim ki, əhsən bütün uşaqlara hər ildə olub. Biz hər il Salam festival ayrı yerlərdə baş verir, ayrı məkanlarda və məkanlar indi həm təhlükəsizlik olaraq, həm şey olaraq, həm pakaz olsun, yəni limitli ərazilərdir, bəli. Onun içində fikirləşirlər, situasiya uyğunlaşmaqları zat möhtəşəm, əhsən. Maraqlı vizual tapıntılar olanda, məsələn, burada da görəcəksiniz var. Yəni, mən öz komandalarıma görə deyə bilərəm, yəqin uşaqlar. Çünki bilirsiniz, problem ondadır ki, hansısa ideya ola bilər. Amma kino o ideya ilk öncə deyil. Kino o həyatı siz ekrana gətirməyi bacarmalısınız. Yəni Özünü ifadə ifadə yox, bu təkcə ifadə söhbəti getmir. Siz o insanları inandırmalısınız ki, bu doğrudan da baş verir. Çünki o ideya möhtəşəm bir ideya ola bilər, amma o pis çəkilib, inandırıcı deyil, fake kimi görsənir. Yəni o trash kimi görsənir və o artıq siz o kino sizi aparmır və o artıq kino deyil. Və təəssüf olsun ki, gələn dəfə mən yəqin ki, artıq dedim, mən bu qan axmaları, qan öldürmələri, ölümləri, bütün komandalara demək olar ki, hər ikinci komanda hamı öldürmək, qan istəyir görmək, mən bilmirəm nədən irəli gəlir. Yəqin ki, buna da qadağa qoyacaq. Uşaqlar yadda saxlayın, Eldar çenzura gətirir Salama. Artıq bizim suallarımız bu qədər idi. Hər birinə öz cavablar üçün təşəkkür edirik. Bundan sonraki intervyularda görüşərik. Sağ olun.